Digər məsum imamlar kimi İmam Cavad əleyhissalam da bizə örnək və nümunədir. Allahın bu salih bəndəsinin qısa həyatı küfr və azğınlığa qarşı cihadda keçdi. Yeniyetmə çağında İslam ümmətinin rəhbəri təyin olundu. Qısa ömründə Allah düşmənləri ilə cihad etdi və hələ 25 yaşlı gənc ikən ona dözə bilməyib zəhərlə şəhid etdilər. Bizim digər imamlarımızın hər birinin öz mübarizələri ilə şərəfli İslam tarixinə bir səhifə əlavə etdikləri kimi, bu böyük imam da İslamın hər tərəfli mübarizəsinin mühüm bir hissəsini əməlində göstərdi və bizə böyük dərs verdi. O böyük dərs budur ki, münafiq və riyakar qüvvələrlə mübarizə aparmaq üçün xalqın sayıllığını təmin etməliyik. Düşmən açıq düşmənçilik etsə və riyakarlıq etməsə, ona qarşı mübarizə aparmaq asan olar. Lakin Məmun Abbasi kimi müqəddəslik və İslamçılıq donu geyinsə, xalqın onu tanıması çətinləşər. Bizim çağımızda və tarixin bütün çağlarında hakim qüvvələr xalqla üz-üzə mübarizədə açıq qaldıqda həmişə riyakarlıqdan istifadə etməyə çalışmışlar. İmam Əli ibn Musa Riza əleyhissalam və İmam Cavad əleyhissalam bu hiylə və riyakarlıq maskasını Məmunun üzündən kənara çəkməyə çalışdılar və bunu bacardılar. İmam Cavad əleyhissalam müqavimətin timsalıdır. Bütün qısa həyatında Abbasi xəlifəsi Məmunun hiyləgər və riyakar hakimiyyətinə qarşı mübarizə apardı. Heç zaman bir addım geri çəkilmədi. Bütün çətin şərtlərə dözdü və bütün mümkün metodlarla fəaliyyət göstərdi. O, açıq və azad diskussiyanın əsasını qoyan şəxsdir. Məmun Abbasinin yanında alimlərlə və böyük şəxsiyyətlərlə ən dəqiq məsələlərdən danışdı, mübahisə etdi, öz üstünlüyünü və sözünün haqlılığını isbatladı. Azad diskussiya bizim İslam irsimizdir. Bu, hidayətçi imamların dövründə mövcud olmuş, İmam Cavad əleyhissalamın vasitəsilə də gözəl formada həyata keçmişdir. İmam Hadi əleyhissalamla dövrünün xəlifələri arasında gedən döyüşdə zahirdə və elə əslində də qalib gələn imam oldu.